İlk öncə təşkilatçı barəsində Vüsal bəyə, Liqanın bütün komandasına, Yaratekstinə və Etomaza təşəkkürümüzü bildiririk. Belə gəncləri bir araya topladıqları üçün. Təbii ki, bizim üçün ikinci çempionatı təcrübəmiz var. Düzdür, çempionata istədiyimiz kimi başlaya bilmədik, məğlub olduq. Amma yəni komanda şəklində hazırlaşırıq. Düzdür, 2-3 əksiklərimiz vardı, bu oyun iştirak edə bilmədilər əsas oyunçularımız. İnşallah, yəni məqsədimiz növbəti oyunlara köklənmək, yəni məyus olmamaq. Həmişə ciddi mübarizə aparacağıq inşallah. Öz gücümüzü göstərəcəyik bütün komandalara. Rəqibə də uğur arzulayıram, təbrik edirəm. İlk oyun üçün yaxşı nəticə qazandıq. Rəqib də pis rəqib deyil idi. Prosta bizdə biraz oyunçular daha yaxşı oynadığımız üçün birinci oyunu biz yaxşı qələbə ilə qurtardıq. Təşkilatçılara minnətdarlığımı bildirirəm. İnşallah gələn oyunlarda daha da bundan da gözəl oyun sergiləyəcəyik. İnşallah çempionluğa doğru irəliləyəcəyik. Minnətdarım. Rəhman bəy, ümumilikdə ab-hava necə təsir bağışladı komandaya? Ab-hava çox gözəldir. Yəni yenə deyirəm, indidən isə demək olmur. Birinci oyunumuzdur. İnşallah gələn oyunlarda ab-havanı daha da hiss eləyəcəyik, görəcəyik. İnşallah bütün komandalara uğurlar. İlk öncə qeyd etdiyiniz kimi Ramazan bayramı münasibətilə bütün Respublikamızın müsəlmanların bayramı təbrik edirəm. İkinci növbədə öz komandamı təbrik edirəm və rəqib komandanı təbrik edirəm gözəl oyuna görə. Oyun barədə nə deyə bilərəm? Oyun çox gözəl keçdi. Biz oyundan əvvəl bilirdik çətin olacaq. Çünki rəqib komandanın oyunçuları bizə tanış rəqiblərdir. Ən azından tanıdığımız rəqib olduğuna görə biraz ciddi hazırlaşmışdıq. İnşallah məqsədimiz çempionluqdur. Özümüzə uğurlar arzu edirəm və rəqib komandaya da bu gözəl oyun münasibətilə və gələcəkdəki oyunlarda uğurlar arzu edirəm. İnşallah bir də rəqiblə finalda görüşərik. Çox sağ olun. Komandamızdakı ab-hava şükür ki, yaxşıdır. Zədəlilərimiz var idi. İndi onlar da qayıdıblar. Hələ ki oynamasalardan yavaş-yavaş adaptasiya olmağa çalışırlar. Ab-hava yaxşıdır. Ona görə də biz ilk oyun olaraq komandamıza bildirmişdik ki, yəni növbəti oyunlarda ab-hava yaxşı olması üçün bu oyunu qələbə qazanmalıyıq. Çünki ilk oyun həmişə çətin olur və ilk oyunda qazandığın nəticə növbəti oyunlara yansıyır, belə deyim. Çox gözəl oldu. Yenə də deyirəm, təbrik edirəm komandamızı. İnşallah növbəti oyuna uğurlar və təşkilatçılara, Vüsal müəllimə çox sağ olun deyirəm ki, belə bir gözəl turnir təşkil edir. Biz də burada təşəkkür edirik. Sizə sağ olun. Birbank komandası həmişə hədəfləri yüksəkdə qoyur və bunun üçün də bir bank olaraq iki cəbhədə də döyüşməli olur. Və artıq biz keçən il gördük ki, Şirkətlər Liqasının qalibi olaraq biz Avropada da təmsil elədiniz. Artıq 3 cəbhədə də döyüşmə ehtimalımız var. Bu haqda komandanın ümumilikdə strategiyası necədir? Ümumiyyətlə strategiyamız ondan ibarətdir ki, yəni bütün çempionatlara çalışırıq, uğur qazanaq, amma ki 3 cəbhədə, 4 cəbhədə, təbii ki 2 cəbhədə mübarizə aparmaq çox çətindir. Çünki biz bank komandasıyıq, yəni bizim o dərəcədə də böyük bir kollektivimiz yoxdur. Yəni futbol kollektivi olaraq, yəni 13, 14, 15 nəfərdən ibarət bir kollektivimiz var. Yəni hər ildə eyni komanda ilə oynayırıq təbii ki. Yəni bunu da 3-4 cəbhədə irəliyə aparmaq biraz çox çətindir, amma sağ olsun uşaqlar hər cəbhədə döyüşürlər. Biz də çalışırıq ki, axıra qədər gələk çıxaq. İnşallah məqsədimiz burada çempionluqdur. Keçən ilki kimi gedib 8-də 1-də mübarizəni dayandırmaq deyil. Təbii ki, Antalyada finala qədər getməkdir. Təbii ki, orada da yenə də Azərbaycan çempion oldu. Mən Kapital Bank Azərsun demək istəmirəm. Azərbaycan çempion oldu. İnşallah ki, növbəti ildə Kapital Bank olmasa da, yəni paralel şəkildə Azərsunla hansı rəqibimiz gedəcəksə, ona da uğurlar arzu edirəm. Tək ki, Azərbaycan qalib olsun. Fərqi yoxdur bizim üçün. Uğurlarınızın ardı gəlsin. Təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Sağ olun. Əvvəla mən də öz kollektivimiz adından hamımızın bayramını təbrik edirəm. Allah ibadətləri qəbul etsin. Həm də bizim üçün 2 qat bayramdır. Çünki Şirkətlər Liqası bu gün birinci turu başlanır. Biz də debutantıq. İlk dəfə oynayırıq bu çempionatda Avromed olaraq. Sağ olsunlar rəhbərlik hər cür dəstək göstərir bizə. Biz də əlimizdən gələni etməyə çalışırıq. Rəqibimiz ilk oyun həqiqətən onsuz da asan olmur. Rəqibin fərqi yoxdur. Yəni rəqib asılı olmayaraq
hansı rəqib olmağından asılı olmayaraq. Bu gün elə bizim üçün, yəni keçən ilin çempion düşdü. İlk oyun 2 qat ağır oldu bizim üçün. Yəni bu gün meydanda olan mübarizədən görsəndi ki, onlar həqiqətən də çempiona layiq komandadırlar. Boş yerə çempion olmayıblar. Biz də asan yem olmayacağıq. Əla döyüşdük, əla oynadıq. Uşaqları təbrik edirəm. İnşallah növbəti oyunlarda daha yaxşı olacağıq. Allah'a kömək. Yəni atmosfer yaxşıdır da komandada. Bax, Əlbəttə ki, artıq 6-7 ayda ən azından biz bir yerdəyik, yığılmışıq, məşqlər edirik. Sırf hamısı öz şirkətimizdə neçə illər işləmiş uşaqlardır. Yəni futbol olaraq deyirəm. İlk təcrübədir bizim üçün. Çox adam məsəl üçün belə adi turnir belə görməyib. Amma bu gün onlar belə əllərindən gələn ən yaxşı sənədlər. Nəsə ümid verdi komanda. İnşallah ki, ideala da çox ideallaşmaq istəmirəm, amma yəni xəyaldır bizim üçün belə şeylər. Yəni xəyal da olmasa inanmıram ki, nəsə hansısa bir nəticəyə nail ola biləsən, məqsəd olaraq deyirəm. Biz də əlimizdən gələn necə ki, yaxşı yerdə qutaraq bu çempionatı. yəni debutant olaraq iz qoymaq istəyirsiniz. Bəli, əlbəttə ki, mənə elə gəlir ki, bugünkü oyunumuz az da olsa, yəni bəzi komandalar üçün nəsə bir işarə oldu ki, yəni komandanı ciddi almaq lazımdır. Məncə Avramet asan yem olmayacaq. Amma hamı görəcək inşallah. Və düşünürsünüz ki, finala qədər gedə bilsə? Finala qədər getmək hər komandanın arzusudur. Əlbəttə ki, biz də istəyirik ki, yəni orada oynayan iki komandadan biri biz olaq. Amma çox çətin görsənir, amma hər şey eləyəcəyik də inşallah. Bu yolda uğur arzu edirəm. Allah razı olsun. Mən də bütün komandalara uğurlar arzu edirəm. İnşallah güclü olana qalib olsun. Çox sağ ol. Sağ ol. Sağ ol. Uğurlar.